Baltikyanı ölkələrin müdafiə nazirləri Tallində birgə hərbi hərəkətli məkanının yaradılması barədə razılaşma imzalayıblar. Bu barədə Litvanın Milli Müdafiə Nazirliyi Robertas Kausas açıqlama verib. Baltik regionu üzrə hərbi hərəkətli razılaşması o deməkdir ki, ehtiyac yaranarsa Litva hərbi texnikası Riqanı müdafiə etmək üçün sərbəst hərəkət edə biləcək. Həmçinin Estoniya artilleriyası Vilniusu dəstəkləmək üçün hərəkətə keçəcək. Latviya qoşunları isə Tallini gücləndirmək üçün deyə nazir bildirib. Kausas bu sənədin bürokratik əngəlləri aradan qaldırmağa imkan verəcəyini də vurğulayıb. Qeyd edib ki, Baltik ölkələri artıq heç vaxt kiminsə arxa cəhbəsi olmayacaq. Stat, biz NATO-nun şərq cinahının sahibləri və alyansın müdafiə planlarının həyata keçirilməsinə ciddi yanaşırıq. Statın sonu.